Herkese hello. Kanalıma ve videoma hoş gelmişsiniz. Bugün sizlerle bir yerde bilirsiniz ki ben böyle koleksiyonlar düzeltdim. Duran hala video düzeltmek isteyen yerde ışıklar partladı. Ben de şam uşağında 4 tane düzeltebildim en fazla. Çünkü geceydi artık saat 23:00 idi. Ben o paylaşımda falan elə vaxtlar olmalıydı. 23 olması 23 falan idi. Belə düzeltmişəm ama bunları düzeltmemişim. Öz düzeltdiklərim götürüm bir yana öz düzeltdiklərimi. Onsuz da hamısını özüm düzeltmişəm. Sadəcə yeni düzeltdiyim demək istəyirdim. Pardon, maalesef yanlış demişəm. Belə 4 dənə düzeltmişəm. Biri belə trees, ağaclar, fire, ocaq, kromi, deki ladybugs, uğur böcək falan da. Belədir, amma bunlar bilsiz necədir? Belə açırsan, kağıt çıxır, kağıdı kleylə yapışdırırsan. Amma dedim ki, bir kleyi götürmək, açmaq falan var. O uzun çəkəcək deyə dedim ki, yeni bir koleksiyon yaradım. Bu koleksiyonda ancaq stikerlərin özündən istifadə edəcəm. Həm dəftəri də özüm düzəltdim, o koleksiyonun dəftərini. Çünki belə bu dəftərlərim çox böyükdür də, yəni onlar üçün. Bələklərdən götüreceğim. Haydi bu açıldı stepik. Oy elime battı. Neyse bundan ne istediğim falan. Ay ne yapıyorum ben? Videoda hiç vaxtı da adam diye. Neyse herkesten vaxt değil. Pardon, üzür istiyorum. Her şeyi istiyorum. Buradan isterim vererek götürdüm. İkisini götürmüşüm. Bir de ki var idi. Elimde edeyim. Neyse. Bu birindən, bunun paketini düzəltəcəm. Bu stikerlərdən istifadə edəcəm. Bunun paketini bura baxın. Sümüyüm. Neyse. Bunlardan paket düzəltəcəm. Bunlardan 2 dəftəri. Bunları çəkin belə qırağa. Yer tutuyorsunuz arkadaşlar. Şam düşdü. Ben ona görə deyirlər, tələsən təndirə düşər. Həqiqətən düşür. İşim varsa tələsən də mənim. Ona görə normal belə sabit sürətdə. Yavaş da yox, sabit. O birinci qayçısını götürün. Aha. Qayçısan şöyle yapacaq, bilmirəm nəyə götürdüm, heç ondan bilmirəm. 1, 2, 3, 4 səhifə alınacaq. 4 istəmirəm. Belə eləsəm, belə asılacaq. 4 səhifə olmasını da istemiyorum. Arkadaşlar biz bugün okula geç çalacağız. Bugün de böyle saç modeli yaptık. O yazma düşürəm ki, belə danışanda. Kəşfetimi resmen basıblar. Zəbt ediblər. Belə götürsəm. Belə ortadan kəssəm. Ha, olar. Ortadan qatlayayım. Niye bilmem, keşfettim bütün mahnılar dilime düşüp bu aralar. Bunu ortadan qatlayayım. Bölüm. Özüm belə videonu dayandırmıram ki, deyirsiniz ki, yəni videonu dayandıranda belə şey olur, tam ayrıntılı görmürük deyə. Mən də gəlin göstərmək istədim belə. Çox asan, mən belə əlindən kəsmə yetkinliyim var arkadaşlar. İndi bu 8 dənə alınır. Yox, 4 dənə. 8 vərəq alınacaq axırda. Hə. Bunların hamısını belə iç-içə yığım gəlim. Belə iç-içə, ha, üst-üstə yox. İç-içə. Məsələn göstərim. Bu belə deyil. Onu belə içinə qoyuruq. Belə içi. Aha. Bunu da içinə qoyaq. Açaq, sonra qoyaq içinə. Ha, bakın yerleştirdim. Göğe videonu dayandırıp yerleştirdim. Neyse. Şimdi steplemeliyik. Steplemek için. Ben bir şey hanım karandaş kabım. Hara koydum yatma çıktı. Ha buradadır. Karandaş kabım bu arada budur. Kalem kabım budur. Hiç kalem kabı da değil. İçinde her şey var. Bunu normalde böyle steplemeyecektim ama neyse. Artık. Bir dakika. Ha neyse. Ayrı oldu. Yoksa düzdü. Düz yəqin. Şüphəlidir ama dediklərim. Ay bu neyse alınmadı. Çünkü tam basmadım.
Video çəkəndə eləyəmirəm mən. Videonu bağlayayım, eləyim, gəlim. Videonu bağlayan kimi elədim, tezdə gəldim. Baxın, bu şəkildə alındı. Notebookda alındı bu. Steplerin həyatımda çox qəşəng, yəni yerləri var, önəmi var. Çox sevirəm stepleri. Belə 800 vərəq oldu. Bu şəkildə. Çox qəşəng elədim. Ay, təncimdən fikir ediyorum, fəxr. Peki, Ofelia Əliyeva gələ Şəhriyar kimi danışdım. Görün, Türkçə danışmaq istəyirəm. Neysə. İndi bu yüz kapak fotoğrafı eləm. Kapak fotoğrafı. Karandaş qabını götürürəm. Üzərini bəzəyəcəm. Necə bəzəyəm? Kolleksiyon adı yazacağım üstünə. Bu rengi götürürəm. Bu renk bir sizdə nədir bu? Ay, bir dakika, bu hissəsi ilə belə eləyim. Necə eləyim? Belə. Özümü bilmirəm, nə edirəm, yəni belə oldu. Neylədim mən? Ben koleksiyon etsəm də, elə düşündüm. İndi buradan ben eləyim görəm. Yox, elə bəsdir bu. Biləm ki, içinə neysə zay edib qoyacam oradan. Şimdi bundan koleksiyon. Sürpriz koleksiyon. Yok. Yok. Sürpriz. Ayda. Burasından keçip. Ama az keçmem aslında. Neyse işte olmaz. Bu arada bu Flamaster keçmir. Yani demin ki. Şimdi buna baktım. Bakın kesişmiş. Ayda sürpriz yazdım. Sürpriz yazmak yerine. Neyse. Oldu, bitti, geçti. Şimdi bakınca ona. Sürpriz yazdım, saçtım. Bakın sürpriz. Neyse, olan işte olsun. Buradan da koleksiyon sözünü yazırım. Koleksiyon. Sürpriz koleksiyon sözünü çok şey yazdım. Çok sevdim ya, yazdım. Yazılışım çok yaşa alındı. İndi buraları belə bəzəməliyim. Yazılışım çox qəşəngdir. Amma kompüterdə deyə pis görünür bu bəzək falan. Bəzək də biraz normaldır. Normaldır, bir də qəşəng deyil. Daha qəşəng eləyə bilərdim. Amma eləmədim. Benim suçum, benim hatam. İndi bənövşə ilə belə eləyirəm. Kapak fotoğrafı sizdən asılıdır da, yəni öz bilərsiniz necə eləyirsiniz. Mən ağlıma gələn nə eləyirəm, bunu eləməyin, nə gündə alınır. Çünki mən də görürəm. Artıq görüyorum nə oluyor, nə baş veriyor. Deyəsən çox uzun video olacaq. Aha. Belə elədim. Sürpriz koleksiyon. Sürpriz koleksiyon sözünü çox sevdim. Neyse, belə alındı. Şimdi bir dakika. Şimdi balaca ürəklər çəkəcəm bu qara ilə. Yox, qara yox, başqa renk. Ya da yox, qara. Ürək çəkim ki, en azından boş görünməsin ortalıqda. Bakın belə alındı. Bunun hər tərəfini eləyim, gəlim. Arkadaşlar, bu şəkildə elədiyim. Mən düşünürəm ki, bu hamısı onsuz bir qatlı olacaq. Bu da ki, belə alınıb da. Deyirəm, bəlkə bunu buna yapışdırım. Çünki hamısı en azından kapak fotoğrafı qalın alınsın ki, o bir səhifədən olsaq belə incə olur. Belə çevirəndə incə olur da. Deyirəm, kapak fotoğrafı qalın olsun. Kapak. Pis oldu ya bu sürpriz. Bu hər şeyi qəşətib, yəni bu belə xətlər pisdir. Neyse, heç nə olmaz. Bunu bundan yapışdıracağım mən.
Ya da bir dakika bir şey deneyeceğim. Açtım buradan. Yok, yapıştırım en yaxşısı. En yaxşı fikir. En yaxşı fikir. Bu kleydən zəhləm gedir. Çox pis kleydir. Yəni belə kley görsə seçərdə almayın. Yapışdırmır. Baxın indi. Yapışdıracağım amma yapışmayacaq. Yapışdıracağam amma qopacaq. Çox tez quruyur. Yapış ne olar. Bıraxma. Baxın o qədər suludur ki, əzdi buranı. Gördünüz nə demək istəyirəm? Ay, yapışdırın, çıxma. Hə, yapışdı. Şükür ay Allah. Buradan da bir yana ürək koyum. Ya da burada yazım sürpriz koleksiyon. Burada sürpriz yazım, sürpriz yok. Elədim, niyə bilmirəm. Baxın. Sürpriz koleksiyon. Kapak fotoğrafı belə. Lisansdan belə. Aha, bu şekilde hazır. Senin de ağzını kapatalım. Şimdi keçək. Keçək bunun boyuna göre ayarlamaya. Deyəmədim indi. Belə. Boyunu belə ayarlayıram da bundan. Dəftərimi özüm düzəltməyim çox yaxşı oldu məncə. Öz fikrimcə. Ne kadar hemen başım kaçtı hakikaten. Aha. Bu hazır. Şimdi bunun arkasına hansı rəqəm yazım? 1 yazaq, hələ birinci bunu eləmişik də. Bir rəqəmi bunun arkasına yazıram. 1 1 2 3 4 Tommy. Burada biri yazdık belə. Yerləşdi, açıracağım, yapışdıracağım bura. Çok iş alınır. Bunun hamısını edeyim gəlim. Belə edeyim yoxsa belə kesim keçişi. En yaxşısı belə edeyim bəlkə. Olsun belə. Arkadaşlar yaptım. Ama 6'sı elədim. Çünki ancaq 6'sı yerləşdi. Bunun ama 8 dənə idi. Belə 6'sı oldu. İndi buradan yuxarıdan animecilər yazacağım. Dişim de değil bu taraf. Neyse çok güzel oldu. Animeciler yazacağım. Karayla yazdım. Ne renkle yazdım? Pembişle. Ay bir dakika. Of. Bununla yazdım. Pembeyle. Animeciler ya da anime. Anime karakteri falan bir şey. Böyle bir şey yazdım. Animeciler. Animeciler yerleştirdi. Ancaq animeciler yazdım. Baxın belə. Və bu 5 dənə olan da bunlardır. 5 dənə. Animeciler 6 dənə olanlar bunlardır. Ha 6. Animeciler sayfası hazırsa keçək bu sayfaya. Bu sayfanın adını etmirəm, nə qoyacağım. Nə sticker olacağını bilmirəm heç. Bunun içində məncə öz düzəltdiyim stickerlar olsun. Məncə deyirəm. Birinci animeciler kısmına bunları götürüm. Bunu koyaq bu kənara. Animecilərə bunu koyum. İndi bu bənövşə renk mark flamasterını da koyum bura. İndi öz düzəltdiyim stickerlarını eləyəcəm bir dəqiqə. Bu yox. Buna nə qoyaram? Bir dəqiqə. Sanrio da qoya bilərəm. Sanrio stickerlarından mənə çox lazımdır deyə qoymayacağım.
Her şeyde burada sanılıyordu yani. Bakın burada kök var. Kök. Kök. Kök olabilir. Böyle oraya olabilir. Yok oraya onu koymayacağım. Çok şeydi. Tuxeydosam var. Tuxeydosam. Tayxidasam. Bubble tea. Bubble tea var burada. Bir dakika. Bubble tea'ni koyabilirim. Ben aktarımdan uygun olabilirse gelim. Arkadaşlar geldiğim bu stickerlar seçtim. Sticker deyirəm. Dovşan, iki tane dovşan ama neyse gösterim belə. Birinci belə dovşan. Işıq da yoxdur deyə qəşəng görünmür, işıq partladı. İkinci belə dovşan. Üçüncü belə oyuncaq dovşan. Dördüncü belə hədiyyə paketi. Tez göstərirəm. Beşinci belə kəpənək. Altıncı da belə bir tak. İndi bunların da belə ətrafından belə gedim. Bu bilgisini deyirəm, belə gedəcəm. Bunu da eləyim, gəlim. Belə eləyim, keçişi yoxsa belə. Məncə belə. Arkadaşlar bunu da elədim. Baxın. Bu şəkildə rəqəmləri qoydum. Görürsünüz yəqin ki. İşığın olması mənim üçün çox pis oldu. Gün ışığında çəkilməmişəm. Neyse. Bunu belə qoydum. 1 2 bu 3 bu 5 bu 4 bu da 6. Neyse. Bunlar hazırdır rəqəm olaraq. Bunlar da hazırdır. Ama indi buna ad koymalıyım. Ad olarak da ki ben cute koyacağım. Bunların adını cute. Cute yazılır da bilirsiniz. Yəqin ki. Yəqin ki. Neyse. Cute. Süper. Bu koleksiyonlara bayılacağım resmen. Bu arada öskürdüm. Üzr istəyirəm. Yəni söylə deyəməm. Çünki çox pis öskürəyim tutdu. Ay da. Dersi 7-24 mən. Neyse. Bunlar da hazırdır. Cute'lar. Zuteler. Paketləri bəlkə videodan sonra düzəltdim. Çünki video çox uzun gedir. Görürəm artıq. Kanaldakı en uzun video alına bilər. Animedilər. Cute. İndi keçsək başqasına. Başqası nəli olsun? Necə sticker olsun düşünürəm. Ağlıma heç gəlmir. Smiley sticker ola bilər, amma smiley hamısı dairəvidir. Nə ola bilər? Bilsəm ki, çox izlənəcək belə videolar. Yəni belə Sanrio stickerlarını istifadə edərdim. Bilmirəm, indi çox izlənəcək videolar ya yox. Amma yenə də sticker seçim hər ehtimalla Sanrio'ya aid. İndi o Sanrio'ya yapışdıraram. Arkadaşlar ben bəlkə ancaq Hello Kitty istifadə edim. Hello Kitty sticker. Ola bilər ancaq Hello Kitty. Çünki Hello Kitty həm məndə çox var, həm də ki bilmirəm. Həm də ki nə bilim çox da. Amma Hello Kitty'mdə yoxdur da, yəni belə artıqdan. Hello Kitty eləyəcəm, ya da ki sanıyor, bilmirəm, edib gəlim mən. Arkadaşlar geldiğim ve stickerları tapdım. Göstereyim. Bir bu My Melody. Bir bu Chromie. Bir bu Hello Kitty. Bir bu, bunun adını bilmirəm. Neyse. Tuxeydosam deyil ama neyse. Tuxeydo neyse bir şeydi. Eggado. Yumurtaydı ümumiyyətcə bu. Budur. Ay bir dakika. Hello Kitty'den bir yana koydum çünkü 2 saatte pumpurum falan tapamıram da. Yani tapıram ama çok qəşəng. Yani israf eləmək istəmirəm də. Hello Kitty çox değil. Hello Kitty koydum. Pumpurinlər çox az idi. 2 dənə falan idi. İndi bunlara da belə belə qıraqlarından çəkəcəm. Çəkeyim. Gəlim. Bunu da belə edeyim. Görəm bilmirəm. Neyse edeyim. Arkadaşlar bunu da elədim. Hər dəfə videonu atılmaya sürəyim tutacaq da. Neyse. Bunu da elədim. Baxın bu şəkildə.
İzlərini artıq elədim. İndi rəqəmləri yazmalıyam. Rəqəmləri də yazdım. Gəlin. Arkadaşlar bunu da elədim. Amma bunu bu səfər yox, elədim. Yəni hamısı 6 dənə olur. Elə çarşının hamısını 6 dənə edeyim. Bunun adındakı Sanrio qoyum. Yoxsa Sanriolar. Ya da bu rənglə eləməyəcəm. Sanrio yazacağım elə. Bu rənglə. Sanrio. Bu da şəkildə hazırdır. 3 səhifə eləmişim ki. Animecilər. Cute. Sanrio. Bunun yanına bir yana kalp koyalım. Bunu da belə hamısını koyaq. Hamısı oldu bu şekilde. Burada da hazırdır. Neçə vərəq qalıb görüm. 1 2 3 vərəq qaldı. Bu üçüncü vərəq bəlkə eləmədiyim. 1 2 1 2 1 2 2 dənə vərəq eləyəm. Bunu anarxasını eləyərəm. Ya da 2 yox, eləyəcəm. Yox, bilmirəm nə eləyəcəm. Ay Allahım. İndi düşünməliyəm ki, bura nə eləyəm. Sanrio hazır, anime hazır, bu hazır. Burada nə istiqamlarım var, onlara baxaq. Smalik var, mənə verilən hədiyyədə olan var. Ulduz var, ulduzu düşünürəm eləməyi. Sanrio'nun əsli var, özəltmədiyim. Bir dakika, bu neydi? Bu qarışıq stikerlər. Yox, bunu da istifadə edəcəm. Ulduz istifadə edəcəm bu səfər. Bir dakika. Ulduzu istifadə edeyim. Ayda bilmirəm neyim. Çox belə düşünməliyəm. Amma vaxtım da yoxdur. Düşünmək üçün. Ulduz qoysam. Bir belə. 2 belə. Bir dakika, 3 belə. 4 belə olsa. 5 belə olsa. Altındaki tapalım buradan. Ay bir dakika taptım. 6 tane oldu. 6'sını eləyim məncə. Məncə bu 6'sını eləyim. Ulduz tamamdır. Ulduzlu koydum. Bunu indi çəkim gəlim. Belə edeyim, belə edeyim. Arkadaşlar yine geldim. Çəkdim xətti. İndi rəqəmləri yazacağım. Karandaşla yenə təbii ki. 1. Buna da 1. Üzüm az tam görünür ya. 1 hazır. 2. 2 de hazır. 3. 3 de hazır. 4. 4 de hazır. 5. 5 de hazır. 6. 6 da hazır. Bu belə qoyum hamısını. 5'in quyruğu. Altındaki geçenk edeyim. Aha. Bunun hamısı böyle 6'sı alındı. İndi bunu star yazacağım. Bununla yazacağım starı. Bir dakika. Star. S yazım yok, star olsun. Ulduz işarəsi koydum. Bakın bu şekilde alındı. Son 2 vərəq kaldı. Neyse.
Paketləri yəqin ki bu video düzəlməyəcəm. Part 2 falan gələr, bilmirəm. Bəlkə. Bəlkə o da, bəlkə. Yəni, çox söz verəmərəm. Animecilər, Cute, Sanrio və Star. Bir anca bunları açıb belə yerləşdirmək istəyirəm. Yəni çox maraqlı gəlir məncə. Gəlir yəni maraqlı olacaq. Stardan sonra nə qədər məncə smiley falan eləyərəm yəqin ki, çox ehtimal. Amma da bilmirəm. Yenə səsim. Məndə səhər tezdən belə olur, yəni belə fikir verməyin. İndi bir dəqiqə. Dəftəri qoyaq bir kənara. Sürpriz kolleksiyon dəftəri. Neyse. Arkadaşlar yine ben paketi düzelteceğim. Düzeltebildiğim kadar sizinle düzelteceğim. Düzeltemediğimdeki bay boy söyleyeceğim sizlere. Bay boy. Neyse. Bu boyutlar deneyeceğim. Bakın mesela bu da hem. Bu birinci koleksiyondu. Bunun içinde mesela animeni koydum. Animeciler yazılıb. Mesela şunda animeciler yazılıb. Ben bunu açıram. İçinden bu çıxdı. Buna uyğun şey edeceğim. Bunu clay ilə də edə bilərəm. Birinci yazım animeciler 2. Ya da ki anime yazım. Bilmirəm nə yazıram yazımda. Anime. Animeciler. Bunu koyuram içine. Belki bunları stepleyeyim qıraqlarından. Steplerlə yəni belə şey deyim də. Super. Steplerlə edəcəm. Steplerlə pis olsa da qəşəng olsa da bilmirəm nə olur olsun. Stepler edəcəm. Bitti. Beləydi arkadaşlar. Paketləri belə olacaq. Bildim ki bu video çox uzanacaq. 27 dəqiqə, 28 dəqiqə oldu ki. Belə alındı. Ama çok şey alındı məncə paket. Steplerdən olsa da. Stepler, mən bunu belə eləyir. Stepler qutarır içində düşənə qaldı. Onsa steplerin var nə qədər. Bir dəqiqə baxın. Baxın. Steplerim var. Yeni stepler de alacağım. Ona göre steplerini yiyeceğim arkadaşlar ben bunu. O zaman ben çoklu paketler düzelttim. O zaman size bay bay edeyim. Bilmirəm, edeyim. Eləmirəm. Qoy video geçsin. Nəsə gəlir olur olsun. Hələ ki ayrılmıram sizdən. Her şeyden aslında bir dənə edeyim ki videonu dayanmışsam hamısından bir dənə alınmış olsun. Her şeyden de. Neyse bildiğiniz ne demek istiyorum. Buradan bunu koyacağım. Sanrio yazacağım üstüne. Sanrio yazdım. Şimdi bunun içinde düşene kaldı. Bir dakika. Arkadaşlar bu kabın içinde biraz böyle tıkılı kalmıştı. İkisini koyacağım. Təzə patkanı hələ açmayayım da. Bunlar qutarmamış nə işin də. İsraf. Ay bir dakika. Ay da bu balacanı mən niyə çıxartdım? Neyse arkadaşlar gözləyin. Arkadaşlar 2 saatdir denəyirəm, alınmadı deyə. Bu elə təzəni qoydum içinə.
Belə elədim. Bakın. 3 tane. Neyse arkadaşlar. Şimdi o birisler diyeyim. Yine kesim. O bir star koyacağım. Bir de ki Q'tu. Şimdi bunu böyle kesim. Şimdi buna star yazın. Star. Star'ı o kadar sevmedim, ne yalan diyeyim. Star. Ulduz işarəsi koydum. Star'ın birini koyuram. İçi ne? Hoppa. Koyduk. Arkadaşlar bunu da elədim. Ütü hazırdır. Bu şekilde. Ütü ama bu 18 tane alınmalı. Yok 18 eləməyək. Həsinin altından da 24 tane olmalı elə bu. Vay aman. Uf aman 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 bıktım. Ay aman 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 bıktım. Ay aman 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 bıktım. Şu pis inekten. Neyini ramamen. Arkadaşlar bu da cute'du. Video bu şekildeydi. Çünkü çok uzanacak video. Video bu şekildeydi. Videoya like atıp kanalıma abone olmayı unutmayın. Bedavında bakın. Ay dakika. Neyse ters tutmuşum. Böyle de videoya like atıp kanalıma abone olmayı unutmayın. Sağ olun. Mebuş.